Salam, bu gün Python'dan Codera yaz işlərinin bir sualın izahını verəcəyəm. Suala baxırıq. Klaviaturada bir boşluq ayrılmış sətr və natural ədəd daxil edilir. Mətndə uzunluğu daxil edilən natural ədəddən böyük olan sözlərin sayını çap edən proqram yaz. Demək, klaviaturadan daxil edirik bir dənə natural ədəd və bir sətr daxil edirik. Deməli, sətrimizi daxil edək. N bərabərdir input. Natural ədədimizi daxil edirik. Ədəd dəyişəni götürürəm. Daxil elədik. Daxil elədiyimiz sətri biz siyahıya çevirək. Çünki siyahının biz mətn daxil eləmişik. Mətnin hər bir sözünə ayrı-ayrı istəyirik müraciət edək. N bərabərdir split nə yazacağam? N nöqtə split boşluqlardan parçalasın, siyahı yarasın. Sonra siyahıya bir-bir müraciət edək. For I in N şərtimizi verək, şərtdə yoxlayaq. Əgər length sözün uzunluğu len I böyükdürsə, bizə deyir ki, daxil edildiyimiz natural ədəddən böyük olan. Len I böyükdürsə ədədimizdən, daxil edildiyimiz ədəddən. Neynəsin? Burada bir dənə də cəm dəyişəni götürək, sıfıra mənimsədək, çünki cəmləm olmalıdır. Cəm bir vahid artsın. Və dövrümüz bitəndən sonra print çapa geçsin. Cəm. Cəm geçsin çapa. Gəlin yoxlayaq. Bir söz yazaq. Məsələn, nə yazaq? Salam. Mən başlayıram. Mən proqramlaşdırma öyrənirəm. Bunu göndərək. Deməli, bizdən birinci sətri istəyir. Sətri daxil etdik. Sətri daxil elədik. Sətri daxil elədik. Biz yoxlayaq 5-dən böyük. 5-dən böyük burada 2 dənə söz var. 5 yazaq, 2 getdi çapa. Gəlin bir də göndərək çapa. Sətri daxil eləyək. Bu dəfə yazaq 4-dən böyük. 4-dən böyük 3-dən olmalıdır. 4 daxil eləyək, ədədimiz 4 olsun. Yəni, doğru proqram.